Bu çok sınırlı. Do you have bigger one? This is Brazil. Either small or medium. Elə bil final oyununa stadionda gəlib baxıram. Necə trafikdir. Dostlar, oyun demək olar başlayıb. Axırıncı dəfə oyuna belə, Türkiyənin oyununa belə 2-3 dəqiqə gözü baxmağa gələndə Türkiyə 2-ci dəqiqədə qol yemişdi. Gələk Argentinamızı dəstəkləyək. Mənim bir tərəfim Daşkə, səndə də bir tərəfim Argentinalı. Hər kəs oyuna baxır, gedə görək. In just a couple minutes time, if you're young at heart, we got big stuff going on today. World Cup Sunday. My goodness, what a time to be alive. Görək nə var, nə yox. Dostlar, bu arada köynəyə 35 dollar aldım. Lokallara hər zaman dəstək. FIFA'nın yetərincə pulu var. Burada komanda tutsaydım, birinci Argentina, ikinci İspanya'yı tutardım. Ona göre en azından Fransa yerine İspanya falan kazanma ihtimali var. Bunlar neydi? Şəkil çəkdirirlər. Pulsuzdur bu. Göstərsən. Belə yerlər çox xoşuma gəlir, yəni pulsuz içkilər falan verirlər. Oyun heç başlamayıb, deyəsən. Bu arada mənim köynəyimdə burada Adidas yoxdur. Fake olduğu bilinir. Baxdın. Bu elə qabaqdadır. Çox yaxşıdır. Belə uzunlamasına bütün yol bağlıdır və hamı gəlib burada. Düzdür, ekranlar yoxdur oyuna baxmağa. Amma belə gəzə bilər də. Amerikalılar üçün bəhanə olsun, bir nəsə bir pop-up, nə bilim, cəmaatın yığılacağı bir yer açsınlar. Bu arada məndəki formadan geyinən yoxdur. Mən özələm. Özəl biriyim mən. Oyun qutardı dostlar. Can I get Red Bull verirler? Can I get no sugar? Thank you. Təzə gəlmişi elə 2 dənə içki götürdüm. Hi. Thank you. Oyun başlayıb dostlar. Gedək. Ayda bir sürü şey verirlər. Əlimdə yer qalmadı. Trump'dır. Trump'ı gösterdiler hamı yoladı. Sen heç kim sərf eləmir. İstəyirsən oyundur. Kimi tuturuduzur. 20-ci dəqiqədə hələ ki bərabərdir. Dostlar, 4 il sonraki oyuna kim sponsor olmaq istəyirsansa şirkət indidən yaza bilər. Finala gedək. Kameranı bilmirəm, bu qədər açıq saxlayım. Nə vaxt qol vurulacağı da bəlli deyil. Nə oldu qaqa, gedək evdə baxaq da. İctimaidə qoşaq. Qol oldu day, ay bacı. Qaqa qoş. Korkutuyorsun abi. Messi bir dəfə də çimizdirdi o yamalı sən Allah. Oyuna qiymətlər 6500 dollardan başlayırdı. Çox bahaydı. Oyundan sonra Yamal'la Messi'nin səhnəsini canlandıracaq. Dənizə girir. Ala gəlir deyəsən. Bir dünənki oyun kimi bir 10 gol olsaydı. Dünən tarihlə danışıram, gol. 10 gol oldu da toplam. Neçə oldu? 6-4. İnşallah FIFA bu oyunda da bizə verər kuboku. İnşallah. Yəni qəbullanırsan da onu. Yəni varsa da olsun yəni. Kimi qəbullanırsan? Varsa da versin yəni. Mənə dəxli yoxdur. Bura kimi gətirib burada da ver yəni. Deyəsən hakim Slovakiyalıdır. Messi'nin hakimi değil. Yox. Argentinalı seçməliydilər hakim məncə. Yoxsas? Hə.
Qaqa 80-ci dəqiqəyə qədər gedək. 80-də gələrik. Birini İspaniya vuracaq. Axıra yaxın. Normal görünsün. Oyun normal görünsün. Aha. Axıra yaxında Satanda sən oradaydın. hakim başlayacaq, ştraflar, penaltılar, sarı kartlar, все, Messi vurdu. Allahım. Kimə verdi sarını? Argentinaya kimə Bu verəcək? niyə əlinə alır? Messiyə sonra söz deyirsiniz ki, əlinə alır topu. Ümid edirəm ki, bu videoya baxan deyir ki, Mahir sevin, Argentina qazanıb. And he will be remembered. Dört Dostlar, kapalı. BTS oxudu, indi Justin oxuyur. Hadi follow me. Yine Hallelujah oxuyur. İkinci dəqiqə. Hələ də oyunda qol yoxdur. Karta bax. Nəyə baxın? Oyun penaltıya getsə, qələbə Argentinanın. 15 dəqiqə sonra penaltilər gəlir və penaltilər bizlərdə qaqa. Köşeye vurdu. En azından bizim dünya kupamız var. En azından. Ne oldu be, biz almışıq qaqa. Pulumuz bura qədər çatdı. It's the first one that breaks through. So Argentina wins a free kick. 39 seconds from the kickoff of the second half. Değil. Dostlar, bir reallıq var ki, hələ də şut atanmamışıq, yəni hara udacaq. Sən əldən getdi oyun. Tahiri də təbrik eləyənmirəm. Argentina layiqini aldı. İspan da deyil. Played. You are back, you are back. Edecek bir şey yoktu, zayıf oynadılar yani. Ben getdim dostlar. Ben niye ara yerde sarı kart aldım Eybi yok dostlar. Zayıf oynadı yani. Portugalya belə uda bilərdi. Que pasa, amigo? Portugalya belə uda bilərdi də yəni. Aldım İspanyalı.
Dostlar, oyun bitti. Videoda bu kadar. Mən də bitdim. Yəni belə oldu da, yəni qırmızı belə olsa İspaniyaya halaldı, yəni çox yaxşı oynadı. Əslində halaldı yox. Məncə zəif oynadı. O qədər şut arasında gol atanmadı. Biz heç şut atıb gol atanmadıq. Onlar nə qədər şut atıb atılmadı. İspaniya tam olaraq Türkiyəyə oxşadı. Əslində bir dənə belə ara yerdə atsaydıq yaxşı olardı. Videoda bura qədər belə bölüşdüm sizlərə nə var nə yox. Özünüzə yaxşı baxın. Videoya da like atın. Sağ olun. Mən də gedim. Qaldı 4-ü sonraya. Biz Messiyə görə Argentinaya tuturuq. Yəni İspaniya qazandı. İspaniya tərəfkeşlərinin hər biriniz təbrik edirəm. Nəysə, getdim mən. Sağ olun.